Xəzər dənizinin səviyyəsinin azalması 2025-ci ildən başlayıb. Son 20 ilin ən isti dövr olması buna səbəb kimi göstərilir. Coğrafiya İnstitutunun Hidrologiya şöbəsinin müdiri Rza Mahmudov Xəzərin su balansının pozulmasında başqa faktorların da rol olduğunu deyir. Son 6 il dünyada 1500 il ərzində ən isti dövr kimi hesab olunur. Və bütün bunlar hamısı iqlim dəyişmələrinin o təsdiqləyici amilləridir. Xəzər dənizinin səviyyə dəyişməsi, yenə qeyd edelim, tarixi müşahidə dövründə, tarixi dövrlərdə həmişə olub. Yəni, bunu qeyd edelim ki, son 2000 ildə Xəzər dənizinin özünün səviyyə amplitudu 12 metr olub. Amma son 300 ildə bu amplituda cəmi 5 metr olub. Yəni, 5 metrlə 12 metr arasında Xəzər dənizinin səviyyəsi təbii olaraq dəyişib. Və bu azalmanın əsas səbəblərindən biri Xəzərə su balans elementlərini, yəni buxarlanmanın çoxalması, yağıntıların azalması və Xəzərə tökülən çay axınının azalması. Məsələnin kökü buradadır. Xəzərin əsas su balansı çayların hesabına yaranır. Mövcud vəziyyət həm də illik axınlar azaldığına görədir. Və Xəzərə tökülən çay axımları illik axım azalır. Və bunların içində sözsüz ki, Xəzərin əsas su balans elementi təşkil edən çay axımı Volqan axımıdır. 80-85% Xəzərin səviyyəsi Volqan axımından asılıdır. Və Volqan axımı azaldığından sözsüz ki, digər bizim Azərbaycan ərazisində axan çaylar və Xəzərə tökülən çaylar, yəni 130-a qədər çay tökülür. O cümlədən 16%-ni bizim Kür çayının axımı təşkil edir. Şimal-Şərq Yaman çaylarından, Lənkəran təbii ürətinə axan çaylarda azalma baş verir və ən əsası Volqan axımında azalma baş verir. 20-yə qədər institut Xəzərin səviyyəsi ilə məşğul idi ki, biz Xəzərin səviyyəsinin azalmasının qarşısını alaq. O dövrdə 20 ilə qədər çox saylı layihələr həyata keçirilməyə çalışılır ki, hətta Volqa çayının axımını artırmaq üçün Şimal, Divina, Peçura çaylarının axımını Volqaya axıdaq və Volqanın axımını artıraq, bunun da Xəzərin səviyyəsinin artmasına nail olaq. Görülən tədbirlər nəticəsində hələ ki ciddi nəticə əldə olunmayıb. O ki qaldı Xəzərin suyunun tam yaxud kəskin azalması ilə bağlı proqnozlara, Rza Mahmudov deyir ki, bunun heç bir elmi əsası yoxdur. Əli Noruzəliyev, Beyrək Babayev.